Selamun Aleyküm. İnşallah sabahdan çəkəcəyim, paylaşacağım videolarda mikrofonla çəkəcəm. Yani mikrofonla çəkəndə səs daha aydın olur, onu anlayıram yavaş yavaş. İndi bu shorts videosunda çəkib paylaşmaq istədim. Daha sonra belə üslub haqqında bir şey demək istəyirəm. Yani bir şeyi anlatmağın, yani anlatmaktan daha çok necə anlattığının önemli olduğunu düşünürəm mən. Çünkü yani eyni sözü iki adam deyir. Biri deyəndə xoşuna gəlir ki, bu adam yaxşı deyir bu sözü, xoş adamdır, yaxşı adamdır. Ama başka biri de eyni sözü deyir, get rədd ol buradan, sifətindən zəhrimal yağır filan. İkisinin arasında həqiqətən də ciddi fərq var. Yani söz eyni sözdür, eyni cümlədir, eyni quruluşdur, amma deyən adam fərqli adamdır deyə və deyənin də niyyəti fərqli olur deyə o sözlərin təsiri də fərqli olur yəni. Bu cəhətdən də həqiqətən də danışıqda üslubun, danışıq tərzinin önəmli olduğunu düşünürəm. Sağ olun.